Onlar o hasarın yanında Xocalı əhalisinin gəlməyini gözləyirdilər ki, onları orada güllələsinlər. Xocalı жогорта verevit. Xocalı əhalisi çayın sahili ilə gəldi. Qalanın yanında erməni əsgərləri ilə qarşılaşdılar. Güllələnmə yerini indi sizə göstərəcəm. Bu, Xocalı cəmiyyətinə verilən dəhliz idi. Onlar bu dəhliz vasitəsilə Ağdam tərəfə çıxmalı idilər. Hansı istiqamət hərəkət edirlər? Oradan aşağıya tərəf. İlk olaraq buradan atəş açmağa başladılar. Sonra Xocalı sakinləri yuxarı qalxmağa başlayanda o tərəfdən də atəş açmağa başladılar. İki tərəfdən atəş açırdılar. Təxminən nə qədər Xocalı sakini var idi? Təxminən 150 nəfər. Uşaqlar da var idi, qocalar da var idi, qadınlar da var idi. Atəş açmağa başlayanda qadınlar və uşaqlar qışqırmağa başladılar. Ondan sonra hamısı dağılışdılar. Yarısı o tərəfə, yarısı bu tərəfə. Xilas ola bilənlər Ağdam tərəfə getdilər. Xilas ola bilməyənlər burada qaldılar. Atəş açandan sonra onlar meyidlərə yaxınlaşdılar ki, ölüb-ölmədiklərini dəqiqləşdirsinlər. Ölməyənlərin üzərinə yenidən atəş açırdılar. Sonra onlar qiymətli əşyaları meyidlərin üzərindən çıxarmağa başladılar. Bu ərazi Xocalı sakinlərinin meyidləri ilə dolu idi. Meyidlər burada təxminən bir həftə qaldıqdan sonra Əskəranın erməni sakinləri artıq şikayət etməyə başladılar ki, meyidləri bastırmaq lazımdır, xəstəlik yayılmasın. Hazırda qeyd olunan cinayət əməlləri ilə bağlı araşdırmalar davam etdirilir.